Hamımız qəbul edirik ki, gərək bir hökumət olsun. Bunun əksi anarxiyadır, yəni yiyəsizlik, özbaşınalıq. Bəs bu hökumət Allah qanunlarına idarə olunmalıdır, yoxsa tağut qanunları ilə? Əlbəttə, hamı deyəcək ki, Allah qanunları ilə. İndi bu Allahın qanunlarını kim icra eləməlidir? Adi adam, yoxsa bilən biri? Əlbəttə ki, bilən bir adam. Aha, o adam da fəqihdir. Bu da vəli fəqihin çox sadə isbatı. Bəziləri irad edirlər ki, niyə bəs tarix boyu alimlər bu məsələni dilə gətirməyiblər? Deməli, bu bidətdir. Əvvəla, bir şey əql ilə bizə sabit olubsa, onun praktikada gerçəkləşməməsi fikrin özünə xələl gətirmir. Misal üçün, İmam Hüseyin Məkkədən çıxanda karvanla qarşılaşır. Deyirlər ki, biz bu karvanı dövrün xəlifəsi Yezdə aparırıq. İmam karvana əl qoyur və buyurur ki, dövrün xəlifəsi mənəm. Bəli, düzdür ki, biz hakimiyyət haqqının imamda olduğunu qəbul edirik, amma real olaraq xəlifə Yezid idi. İmam ömrü boyu xəlifəlik eləyə bilməmişdi. İndi praktikada imamın xəlifəliyi məsələsi öz əksini tapmamışdısa, bu o deməkdir ki, imamın imamlığı məsələsi qüvvədən düşmüşdür. Yox. Bu vəli fəqih məsələsi də bizə əql ilə sabitdir. İmam Xomeyni kitabında nə deyir? İslam hökuməti qurmağa ən birinci dəlilimiz budur ki, Peyğəmbər İslam hökuməti qurub. İndi bu məsələnin də praktikada gerçəkləşib-gerçəkləşməməsi fikrin özünə xələl gətirməməlidir.